Peyğəmbər Ficar döyüşlərində iştirak elədi. Peyğəmbərə bax, Allah özü bu döyüş apardı ki, orada bilsin. Sonra yox, Peyğəmbər üçün bunların heç birinin önəmi yoxdur. Mən deyiləm ki, təcrübə toplaya gələm. Mənim üçün keçmiş təcrübələrim çox effektivdir. Amma bu kişi qeyblə əlaqəsi var bunun. Bunun yaradılışı qeyblədir. Bu xüsusi insandır. Peyğəmbər dünyaya gələndə onu əzəmətli bir varlıq, qoy bunu da mən deyim sizə, ruh deyilən bir varlıq var. Cəbrail deyil o. Cəbrail deyil. Tənəzzəlül mələikət və ruh Qədr surəsində var. Şiənin alimləri deyirlər ki, ruh başqa bir varlıqdır. O elə bir varlıqdır ki, əzəmətli kəsləri bir yerə qədər, çünki təbiətlərindən doğan bir, onlar onun nəzarətində olurlar. Yaxşı. Bütün imamlarda da bu var. İmamların da və peyğəmbərlərin də, Həzrət Muhammed əleyhissalamın da ilk vaxtlarında onların nəzarəti altında, o ruhun nəzarəti, tərbiyəsi altında olur. Belə deyir ki, yəni hətta bunun özü də bir mənada məsələdir ya, yəni bunun özünü də deyəcək ki, ondan nə öyrənir, necə eləyir. Çünki bu özü daha bir böyük, əzəmətli varlıq. Həzrət Muhammed əleyhissalam ümumiyyətlə Allahdan sonra yaradılmış içində ən böyük varlıqdır, ən əzəmətli varlıqdır. İndi ruh ki, ondan sonraki varlıqdır filan, onun özü nədir? Sadəcə Muhammed əleyhissalamın uşaqlığını, bəzən insanın bir kimliyi var, amma bu kimlik hələ uşaq olduğu sürəcə müəyyən bir gedişatlar olmalıdır, müəyyən bir qorumalar olmalıdır bu cəhətdən. O da ki, pis qorumalar da deyil. İndi bunu çox mən dərinə getməyim, çünki əqidəvi məsələlər gündəmə gələcək, çox danışmayayım. Çünki zaten hər şeydə qorxuram ki, burada ilk ilin tələbələri var. Məsələn, köhnə tələbələrimizlə mən rahat danışaram, amma ilk ilin tələbələri var, bizim çox fundamentimiz yoxdur onlarla. Ona görə çox dərinliyinə getmək istəmirəm. Amma məsələ bundan ibarətdir ki, Peyğəmbərə, yəni təcrübə yığa-yığa getmirdi Peyğəmbər.